Oknok kitab versiyası ikinci hissəni çəkirik. İzləyicilərdən gələn sualları cavablandırıram. Birinci sual, ciddi məsələyə toxunuruq. Pirat kitab oxumaq. Tələbə Lamiyə üçün ok, indiki Lamiyə üçün nok. Amma bir məqamı da vurğulamaq istəyirəm. Pirat kitabın, ümumiyyətlə pirat məhsulun istehlakçıya gəlib çıxması istehlakçının məsuliyyətində olmamalıdır. Ümumiyyətlə o gəlib bazara düşməməlidir. Bunun qarşısını almaq üçün müvafiq qurumlar var, buna yol verməməlidirlər. İkinci sual, kitabımızı götürüb geri qaytarmamaq. Nok. Qara dəftərə düşür. Üçüncü sual, kitabı yarımçıq qoymaq. Öz adıma nok, amma ümumi ok. Heç bir kitabı yarımçıq qoymuram, daha doğrusu qoya bilmirəm. Elə bilirəm o əlaçı Lamiyə 2 alacaq. Dördüncü sual, paralel bir neçə kitab oxumaq. Ulduzlu ok. Hər yerin, hər əhval-ruhiyyənin, hər vaxtın mənim üçün öz kitabı var. Beşinci sual, kitabı video təhlil və ya müzakirə üçün tez oxuyub bitirmək. Sualın birinci bəndi öz əlimdədir. Nə vaxt bitirəcəm, onda da video təhlilini çəkəcəm. Elə bir öhdəliyim yoxdur. İkinci məsələ ilə bağlı da nok. Heç vaxt elə bir şey eləməmişəm. Heç bir müzakirəyə, heç bir təhlil videosu üçün, heç bir yığıncaq üçün mütaliəmi sürətləndirməmişəm. Sadəcə ola bilər ki, prioritetləşdirmişəm. Əlimdə olan kitabı kənara qoymuşam. Müzakirə olunacaq kitab oxumuşam. Sonuncu sual provokativ sualdır. Sevmədiyin kitab blogerinin fikirlərini bəyəndiyin üçün izləmək. Əlbəttə ki, ok. Bütün sektorlar qeybət və intriqa üçün mövcuddur. Bu qədər, sağ olun, görüşərik.